50-nin təyin olunması proseduru məlumdur. Bizim tərəfimizdən hər bir hal araşdırılır. Yeni Sabah Azapaya istinadla məlumat verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib. Nazir deyib ki, cari ildə 40 mindən artıq vətəndaşa 50-lik təyin olunub. Bunun 50% ilkin 50% təkrar 50-dir. Akı çatan qanunvericiliyə uyğun olan bütün hallar dəyərləndirilməli, bu insanlara 50-lik təyin edilməlidir. Saxta 50-likdən gəlir, yeri kimi istifadəyə isə icazə verilməməlidir. Bunun qarşısı alınacaq. Vəzir 50-liyi kəsilən və 2-3 ildir 50-liyi bərpa edilməyən insanlarla bağlı məsələyə toxunub. Mən inanmıram ki, ölkədə bütün xəstəxanalar adekvat işləmir. 50-lik pensiyası kəsilən şəxslər yenidən yoxlamadan keçməli, xəstəxanaya müraciət etməlidirlər. Müharibə veteranlarına verilən 80 manat müavinət artırılsın. Turkistan az məlumat verir ki, bu təklifi deputat Əli Məsimli parlamentin Əmək və Sosial Siyasət və İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə müzakirəsi vaxtı səsləndirib. O deyib ki, müharibə veteranlarına verilən 80 manatın artırılması istiqamətində böyük gözlənti var. Deputat pensiyaların verilməsində qrafikin dəyişdirilməsinin narazılıq yaratdığını da bildirib. Səbəb isə pensiyaçıların banka, mağazalara, apteklərə borcları var. Elə olmalıdır ki, pensiyanı kreditə ödəyən vətəndaş bir də gecikməyə görə faiz cəriməsi ödəməsin. Eyni vaxtda xeyli ailə var ki, onların gəlir mənbəyi pensiyadır. Əvvəlki qrafikə keçirilsə, xeyli insan məmnun olar.